Selamun Aleyküm və Rəhmətullah və Bərəkətuhu. Yəni, biz dünən sualı oxuduq. Sualda Şeyx Albaniyə mühüm məsələlər vardı, soruşmuşlar ki, bəzən görürsən, gedirlər Afqanistana. Orada da cürbəcür fikirlər çoxdur. Şirkdən əlavə müəyyən azmış firqələr var. Lakin çox təəssüf ki, o firqələrdən bəzi gedib təhsillənənlər var. Sonra gedib təhsillənib gəlirlər öz ölkələrinə və o ölkələrində başlayırlar o fikirləri yaymağa. O fikirlər də nədir? Əsas hakimlər kafirdamı və deməli, intihar olar və bu kimi. Və şeyx də xahiş edirlər ki, şeyxin bu barədə dəfələrlə söhbətləri olub, lakin bu barədə biraz aydınlıq getirsin. Və şeyx də cavab verir ki, ən birinci, yəni təkfir minhəci, təkfir yolu qədimi yoldur. Bu təzə yol deyil. Və bunun əsası gedir xavariclərə. Çünki əsas bu təkfir məsələlərin bu firqə tanınıb. Elə bu firqə də kimlər ki, ondan sonra gəlib, onlara bu adlar verilir. Və xavaricdə bilirsiniz ki, firqə deyil, müəyyən, azmış bir firqə olub. Düzü, Peyğəmbər sallallahu deyir ki, ox yayından çıxan kimi onlar dindən çıxdılar. Lakin hədisin mənası odur ki, yəni dində naqisdirlər. Amma hədisin zahiri göstərir ki, onlar dindən çıxırlar, kafirdirlər. Baxmayaq, bəzi alimlər kafir görsə də onları, lakin çoxusu kafir görməyib. Hədisin mənası, yəni ox yayından çıxan kimi dindən çıxırlar, yəni dində naqisdirlər. Və şeyx deyir ki, rahiməhullah, onların da müasir firqəsi varsa, davamçıları, ibadilər, onlandadırlar. Onlar da yəni, əqidələrin açıq-aşkar bildirmirdilər. Yəni, heç onlardan xəbər yox idi əslən. Hətta kitablar və s. çox nəşr eləmədilər. Lakin son vaxtlar şeyx deyir ki, rahiməhullah, onlar da hərəkətə keçiblər, başlayıblar müəyyən fikirlərini açıq-aydın bildirməyə, lakin başqa üslubda. Yəni, təqiyyə üslubunda, yəni gizlədirlər. Siz bu ki, təqiyyə bəzi firqələr caiz görür, əslində dindən görür, əslində o firqəyə görə kim təqiyyə eləmirsə, onlardan deyil. Yəni, şişirdilib də oradan. Lakin bizdə var o məsələ, lakin bizdə teoriya əsasən deyirlər ona, yəni qəlbində bir şey tutub, dildə başqa şey demək, o da əgər həyata təhlükə varsa, amma dostundan və ya başqa firqəyə və ya bir təhlükə yoxdur, təqiyyə eləməyə olmaz. Çünki münafiqliyin əlamətidir. Və xavariclərdə bu sifət var. İndi bizim təkfirçilər də fikir versəz, yəni onlarda təqiyyə var. Yəni Şeyx Muhbir, rahiməhullah, onların rafisləri oxşudur. Çünki müəyyən şeylər var ki, rafizilidən, əqidəsindən var olur. Məsələn, onlar da cümə qılmırlar, rafislər ki, İmam Mehdi gələndə qılacaq. Onlar da deyirlər ki, cümə yoxdur, İslam dövləti olanda qılacaq. İslam dövləti də onlar deyən kimi İslam dövləti, nə bilim, hətta Raşid xəlifələrin vaxtı var idi, yoxsa yox. Yəni, onlar həddi aşıblar, vəsifdə, yanaşmada, ona görə azıblar. Və Şeyx rahiməhullah əsas da əlamətlərindən deyir ki, böyük günah sahiblərini təkfir eləmək. İndi bizimkilər də görürsünüz ki, xavaricdən quyruqları, onlar da böyük günah sahibini təkfir eləyirlər. Lakin onlara deyəndə ki, bəs təkfirin şərtləri və s. Bəzilər gülür, bəzilər isə deyir ki, yox, ola bilər. Deyir ki, yox, biz də deyirik onu. Biz də deyirik ki, bəs belə-belə, lakin allatmaq üçün, qabağındakı allatmaq üçün ki, Allahdan qabağındakı görsün ki, yox, bunlar da deyir, bəs, nöşqamət belə deyir.
allatmaq üçün. Lakin tətbiqdə onlar buna rayət eləmirlər. Tətbiqdə. Ola bilər desinlər ki, biz də əhlüsünnə bizi, lakin tətbiq, üslub xavariclərin üslubudur. Və sonra Şeyx Rahimullah yəni iki məsələyə toxunur ki, insan Quran sünnədən azmağın səbəblərindən ikisinə toxunur və deyir ki, birinci, az elmdə olmaq, az fəhmdə olmaq dini məsələləri dərk eləməmək. Bu səbəblərdən biridir, azmaq və həmçinin ikinci də şərii qaydalarla bilməmək, şərii qaydalarla yanaşmamaq. Məsələn, onlarda tutaq ki, cihad cəmaatına deyərdi ki, bəs cihad da ibadətdir. Heç ki, cihadı burada inkar edəmir. Sadəcə deyilir ki, cihad ibadətdir. Necə ki, başqa ibadətlərin şərtləri var, qaydaları var. Cihad da ibadətdir, cihadın qaydaları var. Əgər məsələn, ki, dastamazı gəlib, tutaq ki, ayağın birinci yusa, sonra ağzını yaxalasa, sonra burnunu yaxalasa, tərtibi pozsa, o dastamaz sayılmaz. Və ya kim məsələn namazı rükunu axırda eləsə və ya bəzi rükətlərdə səcdə eləməsə və ya yerlərini dəyişsə, namaz sayılmaz. Ne üçün? Çünki şəriət qayda-qanun dinidir. Qaydalardan ibarət olan dindir. O qaydalarla şəriət öz qaydaları qoyduğu kimi kim gedir, onu sayır. Hər bir məsələdədir. Əqidədə belədir, qardaşlar. Əqidədə belədir. Onda yəni qaydalar olmasa, onda hamı Allaha inanır. Şirklərdən başqa eləhumullah, hamı Allaha inanır. Lakin inanmaqları düzgün deyil. Ne üçün? Çünki onlar o qaydalarla, Allah qoyduğu, Peyğəmbərlər qoyduğu qaydalarla inanmırlar. Ona görə şəriət o iman saymır onu. Həmçinin şəriətdə də elə bir ibadət yoxdur ki, elə belə olsun. Hər bir ibadətin qaydası var. Cihad da ən böyük ibadətlərdən biridir. Ən böyük ibadətlərdən biridir. Nəinki ən böyük, ən ciddi, təhlükəli. Bu ibadətə çox ehtiyatla yanaşmaq lazımdır. Ne üçün? Çünki ağır ibadətdir. Ola bilər illər çəksin, ola bilər insan uduza bilər. Buna görə Buxarıda Rahmanullah hədisdə gətirir ki, bəs Peyğəmbər salsın buyurur ki, arzulama düşmənlə görüşməyi. Birdən ucuzarsan. Uduzda arxada qadınlar var, uşaqlar var, vətən var, qocalar var. Hər şey itirə bilərsən. Ona görə insan belə ibadəti yanaşanda daha ciddi olmalıdır. Şəriət də niyə çox qaydaları qoyub ki, o qaydalarla gedəndə inşallah alınır. Allahın iznilə alınır. O qaydalardan çıxanda alınmır. İndi sən bir dənə fikir ver, hətta Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında Əhzab döyüşündə Peyğəmbər sallallahu əleyhi və səlləm ox atanlara dedi ki, çıxın ora, Uhud döyüşü dağılırsan. Ox atanlara dedi ki, çıxın o dağın üstündə. Peyğəmbər sallallahu əleyhi və səlləm siyasətçi idi, nə ki siyasətçi, həmçə hərbi qaydaları çox gözəl bilirdi. O baxdı, ox atanlara arxa qaya var, dağ, dedi ki, dayanın orada, nə oldu, düşmüyor. Lakin müsəlmanlar o şey qəlbə çaldılar, artıq müşriklər hamısı kafirlər qaçırdılar. Və o xətanlar da elə bildilər ki, qutardı qələbədir. Lakin orada deyilmiş ki, qələbə olsa da düşmüyor. Nə oldu nəticədə? Müxalif oldular Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Müxalif oldular, müxalifin nəticəsində nə oldu? Uduzmaq. Bir dənə məsələyə görə müxalif uduzmaq səbəb oldu. Və təsəvvürlə, gör nə qədər müxalifətlər var. Yəni, sən belə uda bilərsən, cavab yox. Cavab yox. Ona görə Xalid bin Valid də radiyallahu anh, onda kafir idi, o da döyüşçü idi. O gördü ki, o xatanlar düşdü. O da hərbin qaydalarının çox böyük sərkərdə idi. Gördü ki, o xatanlar düşür, atlarla getdilər, arxadan hücuma keçdilər. Və belə nəticədə müsəlmanlar uduzdu. İki versən bir dənə məsələyə görə. Və təsəvvürlə, nə qədər məsələlər var indi? Müsəlmanlar, nə qədər müxalifətlər var?
sən bu müxalifətlərin içində cihad fikrin yaymaq böyük səhvdir. Cihad da böyük ibadətdir, necə deyirik. Və müşkül də nədir? Məsələn, onlar elə başa düşürlər ki, cihad elə oturmaq olmaz, cihad eləmək lazımdır və deyirlər, gəlin başlayaq. Qızışdırırlar aranı, ya kafirləri vadar edirlər ki, sənə hücum eləsinlər, ya özləri başlayırlar və kafirlər də gələndə qaçırlar oradan. Gedirlər dağlara, meşələrə gizlənirlər və sonra xəbər göndərirlər ki, bəs bacılarımızı, analarımızı belə elədilər. Və haradasınız siz, bəs belə, siz belə. Və onun qabağıdan fikirləşir. Ana bacının gərək qabağıdan fikirləşmək lazımdır. Hələ bu söhbət, bizim hələ dediyimiz budur ki, ana bacının qabağıdan fikirləşmək lazımdır. Yoxsa qaçırsan söhbəti, sonra qaçırsan, sonra deyirsən, ha, gəlin. Yox, hələ olmaz. Olmaz. Ona görə şəriyyətimiz əlhəmdülillah qaydalardan ibarətdir. Ona görə Şeyxülislam da deyir ki, əgər düşmən güclüdürsə, onu vadar eləmək olmaz ki, üstüvə gəlsin. Məcbur eləmək olmaz ki, üstüvə gəlsin. Misal da çəkir, məsələn, Şeyxülislam Rahimullah hər bir məsələdə maşallah dəqiq idi, misallarla danışırdı. Misallarla daha aydın olur. Deyir ki, misal çəkir, deyir ki, səhrada ağacda heç nə yoxdur, şir yatıb, qışqırsan şir gəlsin üstüvə. Ağılsızlıqdır. Çünki bilirsən ki, şir səni parçalayıcı, o güclüdür səndən. Ona görə şəriət qaydalar var. Təbii ki, bu sözlər Şeyx Albaninin deyil. Çox, yəni, faydalar aydın olmaq üçün biraz misallar çox getirdim. Ancaq Şeyx Albaninin sözlərlə davam edir. İnşallah qalsın gələn məclislərimizə. Allah subhanətə bizə işi faydalarını etsin. Selamun aleyküm.